Salam, hər vaxtınız xeyir olsun. Səsimə görə də üzr istəyirəm. Üstünüzə sağlıq, biraz narahatam, bu gəzənlərdən tutmuşam. Uşaqlar üçün belə pankeklər elədim, neçə vaxt eləmirəm. Bilirəm ki, ürəklər istəyəcəkdir, səhər-səhər yesinlər. Yarısını belə eləmişəm, yarısı da buradadır, belə hazır eləyim. Bir də belə toyuq var idi, onu doğradım ki, günortaya uşaqlara çörəyin arasında toyuğun ətini bişirim. Çörəyin arasında toz kimi yesinlər, özümüzə də belə biraz qızardan kimi eləyək. Həm də bugün mayonez eləmək istəyirəm özüm evdə. Həmişə alırıq, uşaqlar yeyirlər, bilirəm ki ziyandır. Ona görə birini görmüşəm, evdə eləyirlər. Ona görə xardal da lazımdır, xardal da almışam. İndi inşallah eləyim, sizinlə də bölüşərəm necə alındı. Yaxşı olsa, inşallah siz də eləyərsiniz. Evdə ziyanlı bir şey deyildi, ziyansız, xeyirli bir şeydir. İnşallah eləyim, sizlə də paylaşacağım. İndi bunları yuyum, qoyum, bişsinlər. Burada da hələ var, bunları da doğramalıyam. Bunları qoyum, bişsin, əsas bugünə yemək hazır olsun. Pankeklərim də burada bişirlər. Doğanda bugün elədik ki, bu altı bazar işlərimizi görək. Axır çərşənbə ikinci gün. Ona kimi hazır eləyək ki, sonra hamısı bir vaxta düşməsin. Doğanı da bugün pişirdik. Soğan da qoyuruq belə içinə. Düzdür, elə bir dadı çıxmır, çünki mən soğan sevmirəm dadı gələndə. Amma doğada elə bir dadı olmur, yeyirəm. Soğanı yemirəm, amma doğanın özünü yeyirəm, dadı da olmur. Soğanı uşaqlar sevirlər, yeyirlər. İndi bu burada biraz buluyuram, biraz dayanıram. İndi burada da çıxartmışam mayonezə lazım olan şeyləri. Mayonezi deməli bizə lazımdır süd, yağ, qarçitsadır, xardal, sarımsaq. Bir də bilmirəm nəsə lazımdır. İndi gərək videoya bir də baxım. Baxım düzəldəcəm, inşallah sizinlə də paylaşacağam ki necə olur. Bu yağı da belə bunu alırıq. Bir yer mağazin var, oradan belə özləri çəkirlər, əsl semiçka yağıdır. Ona görə üstündə belə yazısı falan yoxdur. Mayonez məndə alınmadı. İndi bilmirəm, bəlkə nəyinsə düz eləmədim. Burada süddür, yağdır, bir də xardaldır. Bunlar qatılaşmalı idi ki, mən sonra sarımsaqla sirkə qatım. Amma bu da heç qatılaşmadı. Nə qədər bir 2 dəqiqə çaldım. Heç qatılaşmadı. Demişlər 2 dəqiqə çalırsan qatılaşır, amma qatılaşmadı. Nə bilim, nəysə yəqin ki düz eləməmişəm. İndi heç nə. Baxın, başqa bir reseptlər bəlkə var. Eləsi var ki, orada yumurta da qatılar. Bunda yumurta yox idi. Dedim, yayın ki alınır. Heç nə. Bu da belə, bildim ki bu da alınmır. Bu günlərim paxlavanda bişirmək istəyirik. Ona görə gəldim, qozu götürüm ki, aparaq, artdaq, bunu çəkək. Hazır olsun paxlava üçün. Bir də belə obadan almışıq bunları. Badam, fındıq, bir də qoz. Bayrama görə, inşallah ikinci günə görə, bir də 20'si də bayrama görə. Elə indidən aldıq ki, birdən bitər. Çünki bir il biz gecə aldıq. Elə bayramdan bir gün qabaq. Artıq bitmişdi, tapa bilmirdik. Ona görə indi aldıq. Bunu da aparım, təmizləyim, çəkim.
İndi də belə qoydum ki, seçim belə yaxşılarını para belə bölünmüş, amma qəşəngini də seçim üstünə qoymaq üçün. Bu da qəşəngdir. Bir də birazını da saxladı belə, çünki bu çoxdur. Paxlavaya çoxdur. Ona görə biraz saxladım ki, belə ləpə kimi. Əlbəttə bundan da saxladıq. Saxlayaq belə stolun üstünə elə belə ləpə kimi qoymağa. Bu da. Bu günlərim ilk dəfədir ki, sushi zakaz elədik. Zakaz elədik deyəndə Gəncəyə getmişdilər. Rənagil. Oradan aldılar, getdilər. Elə Rəna neçə vaxtı sushi deyir, amma heç dadlı bir şey deyil. Bir dənə Rəna xoşladı, yeyir. Vəsə, qalan heç kim xoşlamadı. Hə, mənim heç biri xoşuma gəlmədi. Nə bilim, heç xoşuma gəlmədi. O balığın dadı elə bir mənə çatmadı nəsə. Yenə bir dəfə də olsa sifariş elədik, dadını bildikdən nətəldir. Yəni bundan sonra inanmıram bir də sifariş eləyərik. Nə ilə baxırsan. Bir də böhründə nəsə belə şeylər verirlər. İndi onları da çəkərəm. Wasabidir, sousdur. Bir də zəncəfildir belə qırmızı rəngdədir. O bilmirəm nə üçündür, amma heç biri dadlı deyil, heç biri. Amma qəşəngdir, istəyirsiniz alın. Allah. Bir balık dolası da. Doğa. Gəl də gəl. Şekere görüntü. Biz belə paxlavanın içinə ədviyyat vurmuruq. Çünki uşaqlar elə bəyənmirlər, ona görə ancaq vanil vururuq. İndi burada qozdur, şəkərdir, bir də vanildir. Vəsə, 5 dənə vurdum, buna polnu bəsdir. İndi də uca duxovkanı qoşum. Duxovkanı yandırım. İki tərəfdə yanır, yansın. Burada da paxlavanı uca kəsib sərin yerə qoymuşuq. Hələ kəsməmişik, sadəcə belə hazır eləmişik. İndi kəsəcəyik bunu. Kəsək, üstünə qozunu qoyaq. Bir də gül formaları indi gedirəm, düzəldəm. Ondan mıxəklə belə batırıram, qəşəng görsənir. İndi ondan eləyəcəyik. Şəkər buralarda elədik, qoyduq bişsinlər. Belə, bunların da üstünü belə güllə bəzədik. Burada sadəcə işıq elə düşür ki, yaxşı düşmür, rəngi falan. Amma belədilər. Bir təhər Sara ilə birlikdə bu işləri gördükdə biz imkan vermir heç nəyə. Bir də gördük ki, şəkər buranı götürüb tamam əlində əzib, ya naxış götürüb qoyur. Özdə qoymayanda da ağlayır. 250 gram yağ. Görmüyorsun ne yazıyor 250 gram yağ. O zaman hayır. Paxlavanı da qoymuşuq içinə. Sadəcə birinci yuxarıya qoydum deyə üstü biraz belə qızardı. Ona görə aşağıya qoydum, həm dərəcəsini azaltdım. İndi belə qoymuşuq ki, yavaş-yavaş bişsin. 180 dərəcəyə qoydum ki, bişsin. İndi görək yavaş-yavaş nə vaxt bişir. Doja hazırdır. İstədim sizə göstərim, belə alındı. İndi biraz qoymuşuq ki, burada özünü tutsun, şirəni özünə çəksin, isti də qalsın. Və burada da sizlə sağollaşım. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.